İlk dəfədir İnamın işığında dəyərli qardaşımız, imanlı qardaşımız Zakir Səfərov, İmam Zaman məscidinin imam mavini, Azərbaycanın dövlət maraqlarını, milli maraqlarını candan müdafiə edən və ideoloji baxımdan o təbliğatın aparılmasında rol alan bir qardaşımızdır. Çünki mən Zakir Səfərov, yanlış təqdim etmirəm inşallah. Çünki biz araşdırırıq, araşdırmadan verilişə heç zaman dəvət etmirik. Ona görə də xoş sözləri düşünürəm ki, ünvanınıza söyləməliyəm. Xoş gəlmişsiniz, inşallah yaxşısınız. Sizdən istəyirdim. Öncə sizə təşəkkür edirəm ki, mənə bu İnamın işığına dəvət eləmişsiniz. Burada inşallah ki, Quran oxumaq, burada əzan vermək, burada söz danışmaq, burada xalqımıza birbaşa efirdən xidmət eləməkdir. Ona görə də Allah sizdən razı olsun. Allah bu verilişi elə bina eləyəndən, həqiqətən ərsəyə gətirəndən. Neçə illərdir baxırıq, həqiqətən də çox gözəldir, çox gözəlliklər siz bu cəmiyyətə ərz edirsiniz. Təşəkkür edirəm. Allah sizdən razı olsun. Allah razı olsun. Qoy dualarınız xeyirlisi ilə qəbul olsun.